Şəhid Mahirin yazılarına baxırdım. Deyir ki, dostlarım məndən hərəsi bir şey istəyir. Biri deyir, bugün dənizə gedək. Biri deyir, bugün kinoya gedək. Biri deyir, oturaq söhbət eləyək. Amma dalınca yazır ki, amma heç kəs mənim cənnətə getmək istəyimlə maraqlanmır. Yazıb ki, özünüzü onunla görüşə hazırlayın. Bütün ömrünüzü onun razılığını cəlb etmək üçün sərf edin. Qəddinizi ondan başqa heç kim üçün əyməyin. Allah barədə yazıb bunu. Yazıb dünən gülər üzlə əl sıxıb görüşdüyün, əhvalı ilə maraqlanıb fikirlərini bölüşdüyün dostun bugün artıq həyatda deyilsə, o zaman həyatın hansı sevincinə sevinib, sıxıntısına kədərlənəsən. Hədəfi tapmaq budur, bax. Bir halda ki, hər şey fanidir, onun üçün niyə özünü öldürəsən? Sonra da yazır ki, hər bir canlı ölümü dadacaq. O ölüm ki, ondan qaçırsız, mütləq görüşünüzə gələcək. Axırıncı sözü budur ki, yalnızlığın ən dəhşətlisi səni anlamayan insanların arasında yaşamaqdır.